Sanki Hacı Şahinin övladları ilə bağlı bir tədbir olanda, bir mərasim olanda insanlar bir eyib tapmaq üçün baxırlar ki, burada nəsə bir səhv tapaq, bir səhv tapaq yazaq. Bəziləri musiqinin haram olması ilə bağlı hədislər də yazır. O hədisləri kimə yazırsınız? Kimə? Siz Fatiməyəmi, Hacı Şahinin övladına mı hədis öyrədirsiniz? Hə? Sizə İslamı öyrədib Hacı Şahin, siz indi onun qızına öyrədirsiniz. Sizcə Fatimə bilmir bu hədisləri, xəbəri yoxdur. Narahat olmayın. Hacı Şahinin övladları İslamı sizdən daha yaxşı bilirlər. Bir kəlmə Allah xoşbəxt etsin demək bu qədərmi çətindir? Hər şey bir yana, atasına xatir bir kəlmə Allah xoşbəxt etsin demək. O qədərmi çətindir? Niyə bu qədər mənfirə yazmağa həvəslisiniz? Nə verib siz ala bilmirsiniz? Sağlığında atası haqqında yazırsınız. Siz unutmuş ola bilərsiniz. Biz unutmamışıq Hacı Şahin haqqında nələr yazırdınız. İndi də balası haqqında yazırsınız. Bəziləri də yazıb ki, bu kişi məclisidir. Digər zalda qadınlar var idi. Qadınların içərisində başı açıqlar da olub, açıq geyinənlər də olub, musiqi olub, hətta rəqs ediblər, dəhşət. Hacı Şahin yaxşı ki, görmədi bu toyu. Necə diliniz gəlir belə yazmağa? Bunu yazanda nə qazanırsınız?